Kumeyl kimi səhabə çaşbaş qalır. Gecə deyir yol gedirlər əleyhissalamla. Bir yerdən bir Quran avazı səsi gəlir. Çox halla, gözəl şəkildə Quran oxuyur, Kumeylin diqqətini bu çəkir. Əleyhissalam gedir, bu dayanır, qulaq asır ona. Əleyhissalam deyir ki, Kumeyl gəl gedək. Deyir ki, ağa görmürsən bu necə halla Quran oxuyur, Allahın kitabını oxuyur. Əleyhissalam etinasız şəkildə deyir, gəl gedək. Bir ürəyimə bir şübhə düşdü ki, əleyhissalam niyə belə davrandı? Deyir, neçə vaxt keçdi, Nəhrivan döyüşündə deyir, ölülərin arasında gəzirdi, düşmən, xəvaric ölülərinin. Deyir, bir nəfəri göstərdi cənazəni mənə, deyir, Kumeyl bunu tanıyırsan, dedim, yox. Deyir, o gecə Quran oxumağına heyran qalmışdı, bax budur, həmin adamdır. Görürsən ki, qılınc əlinə alıb mənə qarşı vuruşur. Neçə min belə abidin başına əleyhissalam qılıncdan bədənini keçirdi. İbn Abbas getdi, çaşdı qaldı, dedi ki, bunlarla vuruşmaq olar. Bunların namaz qılıb, Quran oxumaqdan başqa işi yoxdur. Bunlarla necə vuruşaq? Amma əleyhissalam dedi ki, bu fitnənin gözünü mən çıxartdım. Bunlar quduz it kimi idilər. Bunların xəstəliyi çox ağır xəstəlikdir. İbadətləri sizin gözünüzdən pərdə asmasın.